Milis var en zibini. Hiç milisden mi rahat yok? Neden milisden? Milisi görüyor. Verirsen bunu şöyle müdüre. Bunun üstüne 50 tane burada chatten bu komşulardan 15 tane uşak olur. Götürürsen sen bu kadını şöbenin müdürü verir. Ha bunu sen devlet verir, hükümet verir, kim verir ben bilmem. Bu sabahını satmıyorum. Ölen mi öldürür, de adamı öldürür götürür müdür verir. Öldürür götürür müdür verir. Çağır burada yaşayır da bu insan benim yerimden biraz uzakta. Çağır ha takımını, ay açım. Gel cevap ver. Sana defalarla uşak öldürüp sen mahalleden. Hele bu mahallede. Benim bilemem öldürüp. Seni ne serbesteden orada koyurlar yine tezden sen şöbenin müdürü olursan. Vansa adalete girir. Ne diyelim? İnanın çok ayıklar Gördün diyorum bana tabi öldü gel öldür anında da böyle kaçırırlar. Uşakları ölen uşağı hekimi götürüp başına gitmiş abi. Siz özünüzle orada dinlen. Həmişəyəm də. Bu faciəni danışdı da o qardaşlarla danışmağı. Danışmağı dərsi görəsə də heç bir şey olmadı. Bu akşam oradaydıq da. Əvvəl heç şey demədilər. Belə yiyəsizcəsin. Axırda belə çıxdı gör bizim gəlinimiz qalıb orada hazır vəziyyətdə, ölü vəziyyətində. Vəssalam. Heç bir boş da yoxdur orada. Heç şəxs yoxdur. Milis də onu şahiddir. Yoxdur, oturup qaçıb. Vəssalam. Bu xəstəxanada başa düşüm, neçənci dəfələr mən bir nəvəm də olub belə ki, şəhət eləməmişəm keçib. Neçənci dəfələrdə. Bunu şöbə müdürünə zəng gəlirsən, ay vermir. Gel bunu söndürün. Şəhətçidir burada bizdən şəhətçi. Gəl heç olmazsa bir çıx bura deyən ki, günahımız var. 100 lira istə, cendən istə. Yoxdur. Yəni burada heç bir qanunçuluq yoxdur, heç bir şey yoxdur. Allah onlara göstərəcək. Biraz çıx elə üçün biraz ayıbdır, qarışsa deyirəm. Amma inşallah bunun əvəzinə Allah çıxacaq. Çünki 4 dənə qız uşaq orada ana gözləyir, sevinir. Böyle alçaqlıq var. Bu kadar hansı məstəbə qulluq yapılır, müsəlmandır bu. Ha ne dersen buna məhvilə girən, qaççını dizdən girən. Sen manyaksan. Dediğim de danışmalı dil var. Kaş ben onu tutabileydim, görebileydim. Hayatım məhvilərdim, ancaq orada məhvilər. Ne diyeyim, ne danışım sen? Sağ olun, Allah razı olsun. Sağ ol. Görüntünü bulacak. Gittim ben, çok sağ olun. Görsən mənim, faydalı sizə gəlmədim faydalı. Götür deyən yox. Bu nədir axı? Bu xəstəxanadır. Sən bu müdürlük eləyə bilmirsənsə bu xəstəxanaya ayıl qara kim? Sən onda orada niyə oturmusan? Əgər cavab verib xəstənin yaxının qarşısına çıxa bilmirsənsə, niyə gedib o vəzifədə oturmusan? Oturmusan ki, hamı ölsün, qaçıb gizlənəsən? İnşallah hüquqi müstəvidə öz haqqımızı qoruyacağıq. Əlimizdən başqa nə gəlir? Biz nə edə bilərik? Uşağı da qoruya bilməyiblər. Uşağa heç ümumiyyətlə müdaxilə eləməyiblər. Ana öləndən sonra hamı qaçıbdı. Şəxsən qaçıbdı. Yəni, Heç kim yox idi. Şəxsən tək mən deyirəm. Biz ailəvi şəkildə, orada olan qohum-əqrəbə şəklində idi. Heç kim yox. Bir dənə həkim yox. Bir de 4 tane kız uşaq. Mənim 4 qız uşağım var. Bu da 5-ci uşaq idi, dünyaya gəlirdi. Arzumuz da ürəyimizdə qaldı. Yəni, İnşallah bizim kim arzumuzu ürəyimizdə qoyduysa, Allah Teala onun da arzusunu ürəyində qoysun. Ona kaçtırdım. Neydi lan uşağım güvenliydi Allah derler. İnamız çok. Bak bu kadar ölü bu. Lan bir öğren ne kardeş. O zaman başka bir defa bir defa bildik. Bu her şey adasında. 20 gelirler yalanla çekirler gidirler uşak olur. Oradaki hekim navrut vəzifəyə keçir. Böyle de